Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizdən biri də əziz şəhidimiz Məcidzadə Teymur Tehranoğlu 10 oktyabr 1992-ci ildə Füzuli rayonunun Gəzəgözlü kəndində anadan olub. 8 aylıq olarkən öz yurd yuvalarından məcburi köçkün düşən ailə Bakı şəhərində müvəqqəti olaraq məskunlaşıblar. 1999-cu ildə Xətai rayonu 25 saylı orta məktəbi 1-ci sinifə getmiş və 2010-cu ildə həmin məktəbi yüksək qiymətlərlə bitirib elə həmin ildə də İqtisad Universitetinin Dünya İqtisadiyyatı fakültəsinə daxil olmuşdu. Orta məktəbdə yüksək nailiyyətləri olmuşdur. Bir neçə dəfə Azərbaycan dili, coğrafiya, riyaziyyat fənləri üzrə olimpiyadada 1, 2, 3-cü yerlərin qalibi olmuş, fəxri fərmanlarla təltif olunub. Hətta məktəb rəhbərliyi 2-ci sinifdə oxuyanda Teymuru təhsilin yarısından 3-cü sinifə keçirmək istədilər. Ancaq valideynləri razı olmayıb. Teymur ailədə tək oğul övladı idi. Bir bacısı, atası, anasından ibarət ailəsi vardı. Ailənin ən pozitiv, deyib gülən, hamının əhvalını xoş edən birisi idi. Körpə uşaqdan böyüyə qədər hər kəs onu çox sevirdi. Subay idi, ailə həyatı qurmağa hazırlaşırdı. Amma qismət olmadı. Prezidentimizin 27 sentyabr çağırışı zamanı işlədiyi en saylı hərbi hissədən torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə sona qədər döyüşmüş, müharibənin bitməsinə bir gün qalmış Şuşada şəhid olmuşdu. Teymur öz komandası ilə Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasında komandiri olduğu taborla böyük şücaət göstərmişdi. Özü doğulduğu Füzulinin Gəzəgözlü kəndində ilk ayaq basan və oranın azad olunmasında böyük şücaət göstərənlərdən biri olmuşdu. Öz şəxsi komandasına ailəsi kimi qayğı göstərən Teymur, 104 nəfərdən ibarət şəxsi heyəti xəritə vasitəsilə döyüş bölgəsindən çıxardaraq mövqələrini dəyişməyə kömək etmiş və bu komandanlıq tərəfindən yüksək qiymətləndirmişdi. Füzulidən sonra Cəbrayıla, daha sonra yenidən Füzulidə ağır döyüşlərdə olmuşdu. Füzulinin tam azadlığından sonra komandası ilə Xocavəndə istiqamət almışlar. Bir müddətdən sonra Toplana meşəsi Daşaltıdan döyüşə keçərək Şuşaya üst tutmuşlar. Şuşanın azad olunmasına xüsusi şücaət göstərmiş, qələbəyə saatlar qalmış şəhidlik zirvəsinə ucalmışdır. Döyüşdə göstərdiyi şücaətlərə görə prezidentimiz tərəfindən vətən uğrunda, Füzulinin azad olunmasına görə, Cəbrayılın azad olunmasına görə, Şuşanın azad olunmasına görə və hərbi xidmətdə fərqlənməyə görə medalları ilə təltif olunmuşdur. Başladım şahla. Bravo, Füzuli'de. Bozkurtlar. Kəndə girəcəyik indi, kəndə. Füzuli bizlikdir. Salam olsun Füzuli'lə həllə. İnşallah torpağınızı qaytarırıq. Allah'ın izniyle. Get rədd ol buradan. Ağzım aç. Qoca erməni çəkəcəm də. Əsir tutmuşuq va. Ayıbdır. Yaxşı. Tam. Erməni əsiri. Sabit adamdır, tam. Bəlkə bütün ata. Sən?